Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lehu kufuvan ahad. Hədislərdə gəlib müsəlmanlar yevmiyə namazlarında, gündəlik namazlarında bir dəfədə olsa İxlas surəsini oxusunlar. Yəni, məsələn, insan görərsən, Fələq oxuyar, Nas oxuyar, Kövsər oxuyar, Qədir surəsi oxuyar. Amma oxusun, yaxşıdır. Amma bir dəfə də olsa gün ərzində nə etməlidir? İxlas surəsini yevmiyə namazlarında oxumalıdır. Namazda ki, biz Fatihədən sonra surə oxuyuruq, əksəriyyətimiz İxlas surəsi oxuyuruq. Əlbəttə, İxlas surəsinin fəziləti çox böyükdür. Həzrət Əli əleyhissalam çox oxuyardı namazda İxlas surəsini. Hətta Peyğəmbərə şahid elədilər ki, Əli elə İxlas oxuyur. İxlas surəsinin fəziləti çoxdur. Bunu da bilirsiniz. 3 İxlas surəsini oxumaq bir Qur'anı oxumağın fəzilətinə bərabərdir. Bəzi hədislərdə 3 İxlas surəsi oxumaq Tövratın, Zəburun, İncilin və Qur'anın bu 4 səmavi kitabın 4-ünün oxunmasının savabına bərabərdir. Və bəzi hədislərdə gəlib İxlas surəsini oxuyandan sonra müstəhəb adam deyir ki, Kəzəlikallahu Rəbbi. Mənim Allahım belə Allahdır. Amma əlbəttə ki, mənasını başa düşəsən. İxlas surəsində buyurulan sözləri anlayasan ki, Allah nə deyir bizə və mən nə deyirəm. Bu günləri inşallah ki, bölməmiz namaz bölməsindən ki, danışırıq biz Fatihə surəsinin mənasından, bir qədər təfsirindən izah vermişik. Bu günləri istəyirəm, İxlas surəsinin haqqında danışaq. Bir qədər, əlbəttə ki, İxlas surəsinin haqqında çox danışmaq olar və çox danışılıb hədislərdə deyilib, amma bizim vaxtımız məhduddur bunun haqqında. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Qul de. Yəni, ey Peyğəmbər de. Huvallah, o Allah. Əhəddir. Huva kəlməsindəki huva yəni o, işarə vəznidir. Huva kəlməsindəki hə, diqqəti yönləndirməkdən üçün olan işarədir. Vav isə, vav isə görülənin qeybdə olmasını, hazırda əl çatmamasını, mümkün olmasına işarə eləyən əvəzlikdir. Huva, ariflərin ən çox zikr elədiyi bir kəlmə, o. Bir var, deyirik Allah, Rəbb, Qadir, Alim, Rəzzaq, Səmi' Bəsir, Müheymin. Bir var, deyirik o. Bunun içərisində bir dənə böyük qüdrət var. Həzrət Əli əleyhissalam deyir, Bədir gecəsində, yəni səhər ki Bədir olacaq, döyüş olacaqdır. Gecə yatdım yuxuda Həzrəti Xızır əleyhissalamı gördüm. Həzrəti Xızıra xahiş elədim ki, mənə bir şey öyrətsin, düşmənlərimə qarşı qalib olum. Həzrəti Xızır əleyhissalam bu duanı öyrətdi mənə. Ya huva, ya mən la huva illa huva. Ey o kəs. Ya mən huva, ey o kəs ki, səndən başqa
o yoxdur. Ey o ki səndən başqa o yoxdur. Yəni görərsən ariflər, hətta sufilərdə də hu deyərlər, hu, yahu, yahuva. Həzrət Əli əleyhissalam deyir, mən səhər durdum, gəldim Peyğəmbər əleyhissalamın yanına, bu yuxumu danışdım ona. Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, ya Əli, Xızır sənə ismi əzəmi öyrədib. Allahın ən böyük adını öyrədib. Ən böyük adını. Huva, o. Hiss edirsiniz, biz hərədə özündə deyilən o. Ne deyəcəyim, yəni bu nə var bu o dediyimizin içərisində. Əmmar Yasər deyir, Süffeyn döyüşündə gördüm Əli zikirlər eləyir, zikr eləyir, dua oxuyur. Baxdım, gördüm həmən bu duanı oxuyur. Ya huva, ya mən huva, illa huva. Bu zikr oxuyur. Dedim, ya Əli, bu nə zikridir? Dedi ki, ey Əmmar, bu tevhidin sütunudur və Allahın ismi əzəmidir. Huva, o, Allahın bütün dərklərdən, bütün fəhimlərdən üstün olduğudur. Biz əgər desək ki, Allahı tanıyırıq, çünki mən Allahı tam tanıyıram. Sən o Allahı tanımamısan. Yaratdığın Allahı tanımısan. Mən Allahı tam dərk eləmişəm, deməli o dərk elədiyin Allah deyil. Allah odur ki, o varlıqdır ki, bütün dərklərdən üstündür, bütün fəhimlərdən üstündür, əqildən üstündür. Fəhimlər o dərk eləyir, əql o dərk eləyir, idrak o dərk eləyir. Huva, yəni o. Yəni o. Biz Allahı nə qədər tanıyırıq? Biz Allahı ruzu verən tanıyırıq. Ruzu əldə etdiyimiz qədər. Nə qədər ruzu mənə yetişir, o qədər bilirik Allaha ruzu verən. Nə qədər mərhəmətli bilir, mərhəmət olunduğumuz qədər. Nə qədər alim bilirik, öz elmimiz qədər. Amma Allahın ruzu verəndiyi sonsuzdur, hesabsızdır, qüdrəti hesabsızdır, rəqəmlərə girməz. Rəqəm yoxdur orada, sonsuz. Sənə ruzu verir, qarışqaya da ruzu verir, ondan kiçik məxluqata da ruzu verir və günəşə də ruzu verir. Günəşin ruzusu yoxdur. Günəşə də ruzu verir. Sən Allahı nə qədər dərk edirsən, öz ruzu yeyəcəyin qədər. Amma huva, yəni Allahu Əkbər. Allah çox böyükdür, bunlardan çox böyükdür. O. Allah, alimlər deyirlər, Allah kəlməsi vələh kəlməsindən düzəlib belə. Yəni, heyran, təəccüb. Allah yəni heyran edən, təəccübdə qoyan, aşiq edən. Allah yəni bütün məxluqat ona heyrandır. Allah yəni bütün məxluqat, bütün yaradılmışlar ona aşiqdir. Heyrətdədirlər. Onun işlərinə heyrətdədirlər. Ən böyük aşiqlər çox vaxt alimlər, ariflərdirlər. Niyə? İnsan alim ola bilər. Sonra arif elmini
həyata keçirər, arif olar. İndi qalar aşiq olması. Aşiq oldu, bunlar da iş yarayıb. Bunlar işə yarayıb. Aşiq olmadı, bunlar elə sözdür. İnsan Allah'ı tanıyar, aciz qalar, heyrətdə qalar, aşiq olar ona. Aşiq. Allah yəni aşiq edən. Həzrət Əli əleyhissalam Allah sözünün mənasında buyurdu ki, Allah sözünün mənası elə bir məbud, yəni ibadət olunan deməkdir ki, yaradılış onun vəsfinə heyrandır. Və ona məhbub və aşiqdir. Allah gözlərdən qaib, dərklərdən uzaq, ağılların dərk etmədiyi bir məbud. Dərk eləmədiyi bir məbud. Ancaq heyrətdə qalarsansa, başqa bir şey yox. Qul de, huvallah, həmən o Allah. Həmən o Allah ki, mənim tayım deyil. Həmən o Allah ki, əqlim onu dərk eləməz, fəhmim onu dərk eləməz. Həmən o Allah ki, hamımız ona möhtacıq. Qul huvallahu əhəd. Allah əhəddir. Əhəd bir demək deyil. Allah birdir deyirlər. Çünki birdən sonra iki var. Allah tək də demək deyil. Əhəd tək də demək deyil. Niyə? Təkdən sonra cüt var. Əhəd yəni yeganə. Əhəd yəni tayı bərabəri olmayan. Əhəd yəni misilsiz, oxşarı, bənzəri olmayan. Bir hədis oxumuşdum. Peyğəmbər Əleyhisselam buyurur ki, hər kəs anlasın, bir varlıq anlasın ki, onun tayı bərabəri yoxdur. Heç bir formada, zatda, ölçülərdə bunun bərabəri yoxdur. O şirkdən çıxıb, o elə təvhidi tapıb. Allah yəni yeganə, misli bərabəri olmayan, tayı bənzəri olmayan bir zat-ı pak. Qul huvallahu əhəddir və Allah o fəhimdən, əqildən üstün olan bir varlıq ki, onun tayı bərabəri, misli yoxdur. Allahu Səməd. Səməd yəni ehtiyatsız, ehtiyacı olmayan. Allahın sənin, mənim, bizim qıldığımız namaza ehtiyacı yoxdur. Allahın bizim tutduğumuz oruca ehtiyacı yoxdur. Allahın bizim həmd-i sənalara da ehtiyacı yoxdur. Etdiyimiz günahlar ona zərər verməz. Etdiyimiz savablardan faydalanmaz. Allah bir şeyi verərsə ondan heç nə əskilməz. Bir şeyi verməsə də onda heç nə artmaz. Çünki Allah səməddir, ehtiyatsızdır, ehtiyacı yoxdur. Allahın ehtiyacı yoxdur, Allahu Səməd budur. Allahın ehtiyacı yoxdur, amma bütün məxluqatın ona ehtiyacı var. Mənim ona ehtiyacım var, onun mənə ehtiyacı yoxdur. Allahu Səməd. Mən hər bir halımla olan möhtacam. Hər bir halımla. Nəfəsimi almaqda da ona möhtacam. Suyu udqunmaqda da ona möhtacam. Su udqunandan sonra burada baş verən proseslərdə də ona möhtacam. Hər bir halım ilə Allaha möhtacam. Sən hər bir halınla Allaha möhtacsan. Allahu Səməd. Hər kəs Allahu Səməd
də mərifətə yetişsə, bəndəliyə yetişər. Onlar qul, onlar Allah bəndəsi. Bir insan hər bir halı ilə özünü Allaha möhtac bildi, oldu qul, oldu bəndə. Quran tuğyan əhlinin, tağut əhlinin, tuğyan eləyənlərin səbəbini bilirsən nədən göstərir? İstəğna dedi Quran. Onlar nə etdilər? Ehtiyatsız bildilər özlərini. Onlar özlərini ehtiyatsız bildilər. Firon niyə fironluq elədi? Özünü ehtiyatsız bildi. Hər şey var. Elə bildi, hər şey var. Ehtiyac hissi ki var, insanda xoşbəxtlik yaradır. Ehtiyac hissi insanda sevinç yaradan bir hissdir. Bir insan ki özünü ehtiyatsız bilsə, onun sevincləri azalar, sevinməz daha. Sevinç olmayacaq onda. Xoşbəxtliyə yetişmə ümidləri bitəcək onda. Əlinə gətirilən bir şey üçün sevinməyəcək, özünü xoşbəxt bilməyəcək. Müvəqqəti də olsa bəzən insanın əlinə bir şey gələndə, bir şey alanda nə edir? Özünü bir xoşbəxt sayır. Evə olmayan ümid eləyir, arzu eləyir, evim olsun. O evdə yaşadığı bir müddət özünü nə sayır? Sevinir, xoşbəxt sayır özünü. Amma qəni insanlar, varlı insanlar əksəriyyət bundan məhrumdur. Bizim bir dostumuz var idi. Allah ruzusunu geniş eləmişdi onu. Mömin insan idi. Çox oruç tuturdu. Bir gün soruşdum ki, maşallah nə çox oruç tutursan. Dedi, hacı, sənə deyərəm izahını, başqasına demərəm. Bu məsləhətdir de. Dedi, bilirsən, biz haram ləzzətlərdən uzaq. Bir şeydən ləzzət alıram, o da yeməkdən. İndi Allah mənə geniş ruzu verib, istədiyimi alıb yeyə bilirəm. İstədiyim vaxtı, istədiyim şeyi alıb yeyə bilirəm. O yeməyin də ləzzəti qalmayıb da. O yeməyin də ləzzəti qalmayıb. Bir dənə yeməkdən o vaxtı sevinirəm ki, ləzzət alam ki, oruç tutmuşam o gün. Oruç tutum, gözləyirəm, məsələn, iftar zadını, nəsə pişirirlər, qoyulur, biraz ağzımın tamı gəlir onda. Gör nələr var, ha? Gör nələr var. Kasıb hər yaxşı yemək pişiriləndə sevinir. Hər təzə paltar alanda sevinir. Hər yaxşı bir dənə yerə gedəndə sevinir. Bəzən bir çox varlar bundan, qənilər bundan nədir? Məhrumdur, sevinə bilmir. Sevinə bilmir. Bu yaxınlarda baxdım, bir gün qarajında 500 dənə ən brend, ən bahalı maşın var. Sevinmək istəyir, onları doldur. Bəzən sən heç düşünürsən, neyinir 500 maşını bu? Gündə birini sürsə, ya da ilin axırda birinə 200'ü qalacaq qıraqda, 150'si qalacaq qıraqda. Bax. Sevinmək istəyir, başa düşürsən? Bu insan sevinmək istəyir, bu insan nədənsə xoşbəxt olmaq istəyir. Ola bilmir. Amma kasıblar olurlar. Novruz bayramı gəlirdi, sevinirdik. Nə olacaq? Qoğal olacaq, şəkərbirə olacaq. İndi hər yerdə şəkərbirə var, sevinə bilmirik. Elə deyil. 30 köpəyə dükanda satırlar, içində nə var Allah bilir. Sevinə bilmirik. Bayramımız deyildi, amma o zaman Novgod gəldi, Stalitini yiyəcəyik. Uşaq vaxtı da. Bunlar var idi. O sevinclər var idi. İndi o sevinclərdən nə qədər var bizdə? Nə qədər sevinirik biz? Allah Peyğəmbərə dedi ki, Gəni
peyğəmbər olmaq istəyirsən, yoxsa fəqir peyğəmbər olmaq istəyirsən? Dedi, mən fəqir peyğəmbər olmaq istəyirəm. Yəni, ehtiyac insanı Allaha çox yaxın edir. Sən bir şey ehtiyac olanda, nə olar? Duası daha çox olar. Duası daha çox olar. Namazı uzun qılar. Namazı qılıb durub getməz. Dua eləyər. El olmur ki, el oluruq vallahi. El oluruq. Mən bir gün çoxdankı bir vaxtdadır, bir gün mənə bir telefonda dedilər, hacı bir bax buna, baxdım, gördüm Ayətullah Bəhcət, Allah rəhmət eləsin. Namaz qılır, namazıdır. Bir 20 il bundan qabaqki bir vaxt idi. Var, YouTube'da var. Aldım baxmağa, diqqət edirəm. Bir kəlmələrinə diqqət edirəm bu kişinin. Bir kəlmələrinə diqqət edirəm ki, hansı kəlmədə özündən çıxacaq, hansı kəlmədə halı dəyişəcək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Başladı oxumağa Fatihə. Bir izləyirəm. Fatihəni qutardı. Gəldi, yetişdi. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahu saməd deyəndə özünü toparlaya bilmədi, özünü saxlaya bilmədi. Başladı ağlamağa. Allahu saməd. Acizliyi ilə Allahın qüdrətində itdi bu kişi. Köpük dənizin üzərində əriyib, əriyən kimi varlığı ilə ilahi varlığı da əridi. Gedin bir də izləyin siz onu. Özünü Allaha nə qədər möhtac olduğunu dərk eləyir bu insanlar. Bu dilimizin tərpədilməsində bu söz, bu tərpədmə ilə bu söz halına gəlməsində Allaha möhtacıq. Bismillahirrahmanirrahim deməyimizdə Allaha möhtacıq. Ayaq üstə durub namaz qılmağımızda Allaha möhtacıq. Bunu eşidərək qəlbimizin döyünməsində Allaha möhtacıq. Olmasaydı necə olacaqdı, hə? Amma biz hələ də Allahu Səməd yoxsa Allahu Saməd demək üstündə hələ bir qərara gələ bilmirik. Biz gör hardayıq? Kişilər gör hardadır. Allahu Səməd. Ləm yəlid və ləm yulad. Tərcümə belə eləyirlər. Hərfi tərcümə budur. Doğmayıb və doğulmayıb. Bir türk alimini bir dəfə izləyirdim. Dedim, düz tərcümə deyil bu. Niyə? Çünki qul huvallahu əhəd, huva kişi cinsindədir. Kişi cinsində olduğu üçün doğmayıb deyil, doğdurmayıb deyilməlidir. Və doğulmayıb və doğdurmayıb. Peki biz doğdurmayıb deseydik, hələ Allaha cins verərdik. Allaha nə kişi deyə bilərik, bu da şirk olar. Nə qadın deyə bilərik, bu da şirk olar. Allah yəni huva. Bax, huva budur. Allah yəni o. Sən onu cins verə bilməzsən, o kişi özü bilir. Böyle şey olar. Şirkdir bu. Sən Allaha cins verə bilərsən. Hristiyanlar deyirdilər, Məsih Allahın oğludur. Yahudilər deyirlər, Üzeyr Allahın oğludur. Müşriklər deyirdilər, mələklər Allahın qızlarıdır. Allah dedi, ləm yəlid və ləm yulad. O doğmayıb və doğulmayıb. Yəni onun nə oğlu var, nə qızı var, nə atası var, nə anası var. Bu zahiri mənası. Amma batini mənada başqa şey var burada.
Ləm yəlid və ləm yulad, doğmayıb və doğulmayıb mənası budur ki, ondan heç nə yaranmayıb və o da heç nədən yaranmayıb. Ondan heç nə yaranmayıb, o yaradıb. Və o da heç nədən yaranmayıb, əzəlidir. Əzəlidir. Və ləm yəkun ləhu kufuvan əhəd. Tayı bənzəri olmayandır Allah. Mən üçün bu kəlmə çox şirindir. Və ləm yəkun ləhu kufuvan əhəd, ona bənzər, ona tay heç bir varlıq yoxdur. İnsan Allah heç nə ilə müqayisə etməməlidir. Heç nə ilə müqayisə etməməlidir. Eşqidə də etməməlidir, məhəbbətdə də etməməlidir. Bizlərin qəlbində olan bütün məhəbbətlər Allahdandır. Allah ananın qəlbinə Əl-Vədud ismi ilə məhəbbət verməsəydi, o evladının o zəhmətini çəkə bilərdi, o əziyyəti çəkə bilərdi. Analarımızın bizim üzərində olan əziyyətini biz görməmişik. Amma xanımlarımızın, evladlarımızın üzərində olan əziyyətləri ki, görmüşük, anamız ondan artıq olub. Yuxsuzluğa tab eləyir, xəstəliyə tab eləyir, iyrənmə yoxdur, filan yoxdur. Fikir verirsə, bunlar hamısı eşqdir, bu eşqi verən Allahdır, məhəbbəti verən Allahdır. Görürsən ki, bir qadın, bir kişi, çox maraqlıdır bu. Bir qadın, bir kişi, bir cavan oğlan, bir cavan qız. Adam biri ilə oturar, lap dostun deyə, 1 saat, 2 saat yoruldun onunla. Hələ dostlar görərsən, deyir, bu mənim 30 illik dostumdur, 20 illik dostumdur. Yəni 20 ildir, həftədə 1 saat bunu yola verirəm. Allah bir dənə kəramət verib, görürsən, bir cavan qızla, cavan oğlan bütün əziyyətlərə dururlar. Bütün əziyyətlərə dururlar, bütün məşəqqətlərə dururlar. 40 il, 50 il, 60 il gecə gündüz bir yerdədirlər, təsəvvür eləyirsən. Bunların hamısının mənbəyi Allahın lütfüdür, Allah verir. Və Allah eşqidə də tayı bərabəri yoxdur, bənzəri yoxdur. İçində bunlar nələr varsa hamısı Allahdandır. Hamısı Allahdandır və kədəlik Allahu Rəbbi və mənim Rəbbim elə bu cür nədir? Allah bizi tohid ilə yaşadıb, tohid ilə dünyadan aparsın. İnsanın günahı olar. Hər kəsin günahı olar. Bizim də günahlarımız var. Amma tohiddə günah eləməyin, tohiddə şirk eləməyin. Məhəbbətdə şirk eləməyin. Həmişə qəlbinizi yoxlayın, imtihan eləyin. Ki, mən kimi sevirəm və niyə sevirəm? Və nə qədər sevirəm? Kimdən acığım gəlir? Niyə acığım gəlir? Və nə qədər acığım gəlir? Əgər bunlarda Allah taxmasan, şirkdəsən. Əgər acığın gəldiyin adamdan, sevmədiyin adamdan Allah razıdırsa, Allahın xoşu gəlirsə, sevmirsənsə, məhəbbətində işin çətindir. Və yaxud birini elə sevirsən ki, Allahın hökmlərini keçib onun sözü sənin üçün. Bir sahabə var idi, adını çəkmirəm. Həzrət Əli əleyhissalamla üzbəüz durdu, amma Əliyin adamlarından idi, Əliyin yaxınlarından idi, Əliyin dostlarından idi. İmam Sadiqə dedilər ki, bu sahabə necə oldu, gəldi Əli ilə üzbəüz durdu. Dedi, onun bir
Nəs oğlu var idi. Nəs oğlu, Nəs deyir onun haqqında. Deyir bir Nəs oğlu var idi onun. Onu çox istəyirdi o. Oğlu əli ilə üzbəüz durdu, bu da gəldi durdu. Evladı da, dostu da, xanımı da, atanı da, ananı da, imamı da, peyğəmbəri də gərək o dərəcədə sevəsən ki, Allahın sevgisini üstələməsin. Allah bizi haqq dinində, tövhid dinində qərar versin həmişə.